Primavera Marine şirkətinə məxsus Komor adaları bayrağı altında üzən Volgobalt 226 quru yük gəmisi dron hücumuna məruz qalıb. Bu barədə Azərbaycan dənizçilərinə dəstək İctimai Birliyinin sədri İlham Nəsirov sosial şəbəkə hesabında məlumat verib. Gəmi heyətinin təhlükəsizlikdə olduğunu bildirən İlham Nəsirov xoşagəlməz hadisə zamanı xəsarət alanın olmadığını vurğulayıb. Şükürlər olsun ki, itki yoxdur. Gəminin 11 nəfərlik ekipaj üzvündən biri Gürcüstan, onu isə Azərbaycan dənizçisidir. Məlumata görə hücuma məruz qalan yük gəmisi hazırda Türkiyənin Trabzon limanı istiqamətində hərəkətini davam etdirir. Göyçay rayonunda stadionda ölüm hadisəsi baş verib. Rayonun Məhəmməd Əmin Rəsulzadə küçəsində yaşayan 1966-cı il təvəllüdlü Ehtiram Xəlilov bugün səhər saatlarında stadiona gedib. O idman edərkən özünü pis hiss edib. Dərhal hadisə yerinə həkim gəlsə də onun həyatını xilas etmək mümkün olmayıb. İlkin ehtimala görə mərhum ürək çatışmazlığından vəfat edib. Faktla bağlı Göyçay rayon prokurorluğunda araşdırma başlanılıb.